Özel bilir. Bugün dünyada daha büyük yaşıl enerji, yaşıl enerji dediğimiz su elektrik stansiyalarıdır, güneş ve rüzgar kürek stansiyalarıdır, hidro ve daha doğrusu nüve, hatta bugün özü nüve enerjisi yaşıl enerji növü artık kabul olunur. Dolayısıyla belə deyək ki, hem bir grup onun nüve enerjisini yaşıl enerji kimi kabul edir, təmiz enerji kimi, digər qismi isə təhlükəli. Əlbəttə təhlükələr var. Məsələn, Çində 3 vadi su elektrik stansiyasının tikilməsi yerin öz oxu ətrafında fırlanmasına təsir edən bir faktordur. Yani həmin yaşıl enerjinin əldə edilməsi, indiyə qədərki enerji iqlim dəyişmələrinə birbaşa təsir edirdisə, havanın çirkləndirilməsinə filana. Amma indi yaşıl enerjiden biz doğru əldə etmədən doğru istifadə etməsək, bütövlükdə dünyamız təhlükə altına qala bilər. Elə deyil mi? Ay müəllim, siz bunu da dünyamız təhlükə altına qala bilər və ona görə də bu məsələyə biz ciddi yanaşmalıyıq. Yəni bu yalnız belə deyək ki, birbaşa istehsalçıların değil, eyni zamanda alimlerin üzerine, elm adamlarının üzerine, akademisyenlerin üzerine büyük bir iş düşür. Ve burada çok güzel bir çıkışlarda Yevgeni profesörümüz, daha doğrusu desin, səhv eləmirəmsəm, o xüsusilə qeyd elədi. Hələ tutaq ki, 200 yıl bundan qabaq biz güneş enerjisinden, rüzgar enerjisinden istifadə edəcəyimizi desəydik və ya da ki, atom enerjisinden istifadəni biz desəydik, insanlara qəribə gələrdi. Yəni, insan ağlı daima inkişafdadır, insan daima axtarışdadır. Bugün biz Tanrı bizə bəxş elədiyi güneşdən enerji almağı belə deyək ki, planlaşdırmışıq. O da Allahın bizə bir hədiyyəsidir. Amma qarşıdakı 50 ildə, qarşıdakı 100 ildə daha nələrdən enerji ala bilərik? Bu da bir böyük bir sorğudur, böyük bir sualdır. Və hesab edirəm ki, insan öz gəlir, bütün nə olursa, əgər insan yaşıl enerjide özünə xidmətə tabir edilməyə çalışırsa, amma nəzərə almalıyıq ki, bu yer kürəsi, planet yalnız insanın deyil. Orada yaşayan bütün ən kiçik belə canlılar da bu yeryüzünün sakinləridir. Qarışqası da, pələngi də, fili də, necə ki zamanında böyük həzmli bir yaşayan canlılar olmuş, artıq aramızda yoxdur. Deməli, bunun da təsir edən amillər olub və adi bir çox ölkələrin qırmızı kitabına baxsaq, görərək ki, artıq zaman vaxtı ilə mövcud olmuş, artıq bugün ancaq kitablarda qalan canlılar var. Və ona görə də biz yaşıl enerjide və digər enerjilərdən istifadədə mütləq bu faktoru nəzərə almalıyıq. Çox sağ olun, suala görə. Sağ olun. Teşekkür ederim.